gün mən öd kisəsi xəstəliklərinin ultrasəs müayinəsi barəsində danışmaq istəyirəm. Öd kisəsi sağ qabırğa altında yerləşir, qaraciyərin üzərində və demək olar daxili orqanların xəstəlikləri arasında ən çox rast gəlinən xəstəliklər qrupundandır. Öd kisəsində adətən polipləri, daşları, ödün qatılaşmasını, ödün bulanıq olmasını, divarların qalınlaşmasını və s. ultrasəs ilə müayinə edirik. Ümumiyyətlə öd kisəsi özü armuda bənzər quruluşdadır. Ancaq bəzən onların anadan gəlmə anomaliyalarına da rast gəlinir. Öd kisəsinin arı kəsməli olması, boynunda əyriliklərin olması və hətta bəzən heç öd kisəsinin olmaması. İnsan hər hansı bir virus xəstəliyi ilə yoluxmuşdur və yaxud da ki, konkret olaraq qidalanma tərzi doğru deyil. Belə insanlarda çox zaman sağ qabırğa altında olan kəskin ağrılar, sağ qabırğa altında olan diskomfort hissi olur ki, onlar bizə müraciət edirlər. Öd kisəsinin polipləri və daşları ultrasəs müayinəsində ən çox nəzərə çarpan xəstəliklər qrupundandır. Ayrılması, diferensiyasiyası, monitorinqin aparılması bizə düşür. Bəzən xəstələr sual verirlər, bu qorxuludurmu? Xeyr, qorxulu deyil. Hər bir şeyin vaxtında təyini, vaxtında ultrasəs müayinəsi olunursa, vaxtında da müalicəsi vardır. Bir də ən əsas vacib məsələ deyim, öd kisəsi o qrup orqanlardandır. Kisə şəklində olduğuna görə və içərisində öd möhtəviyyatı olduğuna görə xəstələri yemək yedikdən sonra müayinə etmək doğru deyil. Mütləq öd müayinəsinə gələn xəstələr tam ac qarnı olmalıdır və yaxud da qidalanmadan ən azı 4 saat sonra yoxlanılmalıdır.